Salam dostlar, bugün mən sizə ən rahat video montaj proqramını göstərəcəm. Buradan siz videoları kəsə bilərsiniz, düzənləyə bilərsiniz. İstədiyiniz bir şeyləri bu videonun sayəsində edə bilərsiniz və çox rahat və çox asan, həm də pulsuzdur bu video proqram. İstəsəz pullu versiyası da var. Onu da pulla əldə edə bilərsiniz. Yəni pullu da bundan çoxdur növləri, montajın növləri pullu da bu proqramdan çoxdur. Bunu siz Google-dən də yükləyə bilərsiniz. Tamindir.com-da da var bu. Yəni ən rahatı məncə tamindir.com-dur. Və giririk proqramımıza. Videopad editor proqramıdır. Burada open edirik və öz videomuzu seçirik. Gördüyünüz kimi biz videoyu burada baxırıq. Bu atılmış qalan videodur. Bu hissəsini baxıram. Bu hissəsini kəsmək istəyirəm. Buradan da yenidən open edib ata bilərik. Yenidən silək. Sildik. Biz burada openləyib yenidən həmən qaydada şəkillərimizi bura ata bilərik. Mən çox az şəkil götürəcəm. Siz burada istədiyiniz qədər şəkil götürə bilərsiniz. Gördüyünüz kimi bu şəkillər bir-bir bura atılmalıdır ki, mən gördüyünüz kimi bu şəkilləri atdım və bu şəkillərin necə olduğuna, necə alındığına
Burada baxa bilərik ard-arda getməsinə və bağışlayın. Burada baxa bilərik ard-arda getməsinə və bunu gördüyünüz kimi indi belədir. Baxın, şəkil belə dəyişdi və biz bunu bu formada eləyib belə bir effekt, baxın bura vurdum və effekti seçdim. Effekti seçdim və indi baxaq. Gördüyünüz kimi bu gəldi. Eyni qaydada buraları eləyərək bu şəkilləri eləyə bilərik və burada ən əsas hamının çox istədiyi bir məqam var. Çox eləmək istədiyi bir məqam. Buraya şəkillərə mahnı atmaqdır. Mahnı atmağı da indi mən sizə göstərəcəm. Buradan girib baxın gerəkənlərdən musiqini götürürük. Buna musiqini buraya gətirmək. Buradan da sağ vura bilərik, amma mən istəmirəm.